Salam hörmətli izləyicilər. Bu videoda mən bu zaryadka aparatlarına bağlı bir məlumat vermək istəyirəm. Bildiyiniz kimi bu BYD Gimplus'dan, yəni aşağı komplektasiyalarda aşağı tokla zaryadka nəzərdə tutulub, yəni AC, yəni dəyişkən tokla zaryadka qoymaq lazımdır və onun da başlığı yəni bu cürdür. Gördüyünüz kimi bu tipdə burada 7 dənə, yəni belə bir yuva nəzərdə tutulub. Bunlardan düzü ikisi də aşağı komplektasiyalarda bu aşağı tok olduğuna görə bunlar, yəni daha doğrusu burada 3 fazalı tok olanlarda burada da belə bir kontaktlar olur. Lakin bu 2 kontakt üçün bu L bir kontaktlı olmanı göstərir. 3 kontaktlı, 3 fazalı olanda burada da yəni əlavə bir qoşulmaq üçün hissələr olur. Və mənə də sual verirlər ki, bəzən şəhərdə bildiyimizə görə AC zaryadka yerləri çox azdır. Bu mən birin deməli tapıb videolarda göstərmişdim. Batamda maşın bazarında belə bir yer var idi və indi son vaxtlar həmin stansiya işləmir. Şirkətlə əlaqə saxladım və bildirdilər ki, Azər Enerji ilə bağlı nəsə bir problem olub, hansısa əlavə texniki şərtlər tələb olunub, ona görə hal-hazırda orada işləmir və şəhərdə yəni bu yerlər çox azdır. Ən çox yəni güclü aparatlar şəhərdə var, yəni DC dəyişkən tokla işləyən aparatlardır və həmin o aparatlar bu Gimplus'a, yəni həmçinin Destroy 05'lərə uyğun deyil. Onların həmin bu başlığı tamam başqa cürdür, kontaktlar başqa cürdür və məndən soruşurlar ki, yəni bunu, bu maşını güclü tokda yəni perixodnik vasitəsinə zaryadka qoymaq olar, yoxsa olmaz. Və onu bildim ki, bu qəti qadağandır. Çünki bu avtomobil bu toka nəzərdə tutulmayıb. Bəzi məsəl üçün BYD-nin bəzi modellərində sizə göstərəcəm bir də. Məsələn, BYD Song Plus DMI 26 kilovatlıq bataryası olan maşınlarda da yəni belə bir eyni yerdir. Yəni, bəzi maşınlarda bundan 2 dənə olur. Biri zəif tok üçün, biri güclü tok üçün. Lakin BYD Song Plus'da da bir dənədir. Və orada avtomobil üzərində bir perixodnik gəlir. Həmin o zaryadka aparatın başını taxıb bura keçirdəndən sonra həmin maşın yəni güclü tokla da zaryadka götürə bilir və bunun da bu nəyə görə yəni belədir, indi onu da izah eləyəcəm sizə. Gördüyünüz kimi bu maşının bu bagajda belə bir detal var. Bu inverter ya konverter deyil, hərə bir cür adlandırır. Yəni əsas bunun mənası zaryadkadan gələn toku, bu AC toku özü çevirib, DC toka çevirib bataryaya ötürür. Və həmin o BYD Song Plus'da bu aparatdan 2 dənədir. Biri burada yerlə, biri də hardasa bir sağ tərəfdə əlavə bir dənə də var. Həmin o inverterdə həmin o güclü toku yəni çevirib batarya ötürmək üçün nəzərdə tutulub. Lakin gördüyünüz kimi burada ondan bir dənədir və siz əgər təsadüfən perixodnikdən istifadə edib bu maşın güclü toka qoysanız, ola bilər ki, bu detallar ümumiyyətlə ya bu detal və yaxud da bataryaya sıradan çıxa bilər. Dəqiq bilmirəm, onu yoxlamamışam. Lakin yəni bunu eləmək məsləhət deyil. Yəni bu maşının bataryası kiçik olduğuna görə yəqin ki BYD şirkəti bunu yəni güclü tokla zaryadka qoymağı nəzərdə tutmayıb. Ona görə də yəni nə hansı aparat nəzərdə tutulubsa ondan da zaryadka qoymaq lazımdır və bir daha yəni onu da nəzərə çatdırım ki, bu arada mən daim öz videolarımda yəni yaddaş kimi verirəm ki, avtomobili mütləq azı həftədə bir dəfə zaryadka qoymaq lazımdır. Yəni, onun da mənası avtomobilin bataryasının yəni kalibrovka, balansirovka olması üçündür. Çünki işləndikcə orada kalibrovka pozulur, orada yaçeykalar var, yaçeykalar arasında yəni
kalibrovka pozulur, ya batareyka düz işləmir və tez sıradan çıxa bilər. Ona görə də çalışın azı həftədə bir dəfə bunu 100% zərərətə eləyin. Bununla bağlı demək istədim bu qədər. Sağ olun.